Filiz faydalı qazıntılarına uyğun gələn işarələri müəyyən edin. Belə ki, filiz ehtidarı bilir ki, filiz deyəndə tərkibində metal ehtiyatları nəzərdə tutulan faydalı qazıntılar nəzərdə tutulur. Belə ki, işarələrə nəzər salaq. Gördüyünüz kimi birinci işarə polimetaldır. Bəli, polimetal dediyimiz filizdir, əlvan metal filizlərinə aiddir. Demək, bir doğrudur. İkinci gilin işarəsidir. Gil qeyri-filiz olduğundan doğru cavabların içərisində olmayacaq. 3 mərmərin işarəsidir. Demək, mərmər də qeyri-filizdir, ikinci materialdır yəni. 4 xrom ehtiyatıdır. Xrom qara metallardan sayılır və demək ki, filizdir. 1, 4, 5-ci varianta baxırıq. Bu qızılın işarəsidir. Yəni qızılda əlvan metal olub, filizdir. 6-da isə bizə xörək duzu göstərib, yəni qeyri-filizlərdən. Demək, bu da cavab yanlışdır. Və bizim doğru cavablarımız 1, 4, 5 doğru bənd olacaq.